idiom suallarının izahına baxaraq. A journalist asks a politician about a corruption scandal. The politician sighs and says, "Okay, I will tell you what really happened, but don't publish it. This is just between us." Deməli, politiciandan soruşur korrupsiya skandalı barəsində. Politician da sadəcə deyir, bizim deyəcəm sənə, bu bizim aramızda olacaq, onu çap etməyəsən, tamam. Bu situasiyaya uyğun ola bilər. Off the record, yəni gizli deyilən söz, bəli. A variantı once in a blue moon nadir hallarda deməkdir. Over the top, həddən çox, həddən artıq deməkdir. Out of the blue, qəfildən deməkdir. Növbəti sualımıza baxırıq. Tom pretends his phone battery died, so he doesn't have to pay the bill. At the restaurant, his friend laughed because they have seen this excuse me in time. Which idiom fits the situation? Deməli, Tom elə göstərir ki, baterikası ölüb. Beləliklə də o restorandakı bu hesabı ödəmir. Onun dostları da bunu görür, çünki bunu dəfələrlə edibdir. Yəni artıq bu köhnəlmiş bir metoda çevrilibdir. Oldest trick in the book ola bilər. Bəli, A variantı doğru cavabdır. Out on a leave of the cuff deyil. Here, my pennies might rudden the sport. Bu da qələm qılıncdan üstündür deməkdir. Of the cuff spontan. Out on a leave risk etmək deməkdir. Növbəti sualımıza baxırıq. During the award ceremony, the speaker forgot his script but continued talking smoothly and impressed everyone. Deməli, bu seremoniya təşkilatda deyək, natiq neynir, öz yazısını unudur, skriptini unudur, amma davam edir danışmağa və hər kəsi ruhlandırır. Bu situasiyaya uyğun gələr. Spontan şəkildə danışır, düzdürmü? Spontan mənasında verən off the cuff variantı olar. Out of the blue qəfil deməkdir. Old habits die hard. Yəni köhnə vərdişlər, yəni çətinliklə onlardan əl çəkmək olar, bu mənanı verir. Open the floodgates, bu əvvəl nəzərdə olan bir şeyi artıq buraxmaq, azad buraxmaq mənası verir. Doğru cavabımız A variantıdır. Növbəti sualımızın izahına baxırıq. Deməli, növbəti sualımız Even though David quit smoking a year ago, he still reaches for a cigarette after coffee. Hətta baxmayaraq ki, David bir il əvvəl siqaret çəkməyi dayandırmışdı. He still reaches for a cigarette after coffee. Hələ də kofedən sonra bir siqaret çəkir. Yaxşı. Bu demək nədir? Köhnə vərdişlərdən əl çəkə bilməmək. Old habits die hard. Yəni bu belə deyək, smokingdən əl çəkməyinə baxmayaq, hələ də kofedən sonra bir siqaret yandırır. Once in a blue moon nadir hallarda, out on a limb risk etmək, over the top həddən artıq deməkdir. Növbəti situasiyamıza baxırıq. Maria's cousin lives abroad. They talk on the phone maybe twice a year. Deməli, Maria'nın kazını xaricdə yaşayır. Onlar deməli ildə 2 dəfə demək olar danışırlar. Bu da once in a blue moon olar, çünki ayda ildə bir dəfə mənasını verir. Yəni çox nadir hallarda. Doğru cavabımız B variantı olar. Növbəti situasiyamıza baxırıq. When the first student complained about the cafeteria food, suddenly dozens of others started complaining too. Deməli, tamam. Deməli, nə edirlər? Birinci ilk tələbə şikayət edəndən sonra qəflətən onlarla tələbədə başlayıblar şikayət etməyə. Yəni əvvəl olan bir şey, nəzərdə olan bir şey artıq azadlığa buraxmaq bu mənanı verən open the floodgates'tir. Doğru cavabımız A variantıdır. Növbəti sualımız Sarah was about to sleep when suddenly her ex sent her a long apology message. Deməli, Sarah yatmaq üzrə idi. Qəflətən neynədi? Onun ex-frendi, eksi ona bir üzr mesaj göndərdi. Bu qəfil baş verən hadisələrdə biz nə deyirik? Out of the blue. Elə doğru cavabımız A variantı olar. Once in a blue moon, bu nadir hallarda da dedik. Over the top, həddən artıq, həddən çox deməkdir. Out on a limb isə risk etmək deməkdir. Növbəti sualımıza baxırıq. All members of the team disagreed with Lucy's idea, but she decided to present it to the CEO anyway. Deməli, bütün komanda üzvləri Lucy'nin fikri ilə narazı idi. Amma o yenə də CEO'ya bu nə olursa olsun öz bu belə deyək fikrini təqdim etməyə qərar verdi. Neynədir? Risk etdi. Risk etmək isə out on a limb belə A variantıdır.
Növbəti sualımıza baxırıq. Everyone came to the picnic wearing casual clothes, but Jacob arrived in a tuxedo. Deməli deyirik ki, hər kəs piknikə gəlmişdi necə casual clothesdən, yəni adi gündəlik geyimdən, amma Jacob bura tuxedo ilə gəlmişdi. Yaxşı. Belə bir şey deyək, bir şey vəziyyətdə həddən artıq bir şeyi həddən çox şişirtmək formasında eləmək, bu artıq adlanırdı over the top. Doğru cavabımız A variantı olar və situasiyaya uyğun da gəlir. Növbəti sonuncu sualımıza baxırıq. A famous activists managed to stop a harmful law using articles and speeches rather than protests. Deməli, məşhur aktivist neyləmişdi? Zərərli qanunu dayandıra bilmişdi məqalələr və nitqlər edərək. Yəni məqalə nitq bu insan necə neyniyibdi? Qələm qılıncdan üstündür ola bilərmi bura? Bəli. Məqalələr yazıb, nitqlər söyləyibdi. Yəni söz qələm qılıncdan üstündür. Out of the blue olmaz, bu situasiyaya uyğun deyil. All the streak bu da yəni köhnə metod deməkdir. Burada köhnə metoddan söhbət getmir. Open the floodgates bu isə nəzarətdə olan bir şeyi azadlığa buraxmaqdır. Bu da doğru cavabımız deyil. Hələlik bu qədər.